Bakının Nizami rayonunda yerləşən Şərq Şadlıq Sarayında bədbəxt hadisə baş verib. Bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmmədoğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən Şadlıq Sarayının pilləkənlərindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Orxan Qarayev dünən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Sentyabrın 28-i Buzovna qəsəbəsində baş vermiş ağır yol qəzasında 27 yaşlı Aydın Gülağaoğlu Nəcəfov həlak olub. İdarəetmədən çıxaraq hasara çırpılan BMW markalı avtomobilin sürücüsünün fotoları yayılıb. Qeyd edək ki, daha əvvəl hadisə anını əks etdirən görüntülər də yayılmışdı. Görüntülərdən məlum olur ki, sürətlə hərəkətdə olan avtomobil manevr edərkən sürücü nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq Səkiyə doğru istiqamətlənib.